Peyğəmbəri ən gözəl təqdim edən Allah Mütəaldır və Qurani Kərimdir tanıtdıran. Çünki Peyğəmbərin şah əsəri Qurani Kərimdir. Bir alimi tanımaq istəsək, bir rəssamı tanımaq istəsək, alimin kitabından tanıyarıq. Özünü görməsək də kitabından tanıyarıq ki, bu çox dərin bir alimdir və yaxud da nə qədər səviyyəli bir alimdir. Və yaxud da məsələn bir 100 il, 200 il, 500 il qabaq yaşamış rəssamları tanımaq istəsək, onların əsərindən tanıya bilərik. Peyğəmbərin də şah əsəri Qurani Kərim idi. Peyğəmbəri də ən yaxşı tanıyan Allah Mütəal idi. Hədis var, eşidibsiz. Buyurulur ki, Allahı ən gözəl tanıyan Peyğəmbər və Həzrət Əli əleyhissalam oldu. Peyğəmbəri ən gözəl tanıyan Allah və İmam Əli oldu. İmam Əli də ən gözəl tanıyan Allah və Peyğəmbər oldu.